Herkese selam dostlar. Bugün Lənkərandayıq. Yanımda Səlim var. Salam. İndi de görüm hardayıq biz indi. Biz indi Lənkərandayıq. Gəlmişik ekskursiyaya, gəzməyə Lənkəranı. Bugün Lənkəran haqqında vlog edəcəyik. Burada çay axır, nə axır de görüm. Çay axır. İndi biz çaya gedəcəyik. Çayda şəkillər. Adı nədir bilirsən yoxsa? Çayın adı Rüdəkənar çayıdır. Bilirsən. Bəli. Çayın üstündə belə daşlarla dırmaşmaq olur. Orada çox gözəl şəkillər alınır. Belə. Belə. Tamam. Salam, indi Rüdəkənar çayındayıq. Rüdəkənar çayı 1923-cü ildə şəlalə axaraq belə bir göl əmələ gəlib. Bu göldə çox adam şəkil çəkilmək üçün gəlir. Hətta Lerikdən çox adamlar gəlir. Burada daşın üstündə qalıb şəkil çəkilir. İndi gedəcəyik birazdan ora. Daşların üstündə şəkil çəkiləcəyik. Sizə də göstərəcəyik. Səlim bəy, bu çayın uzunluğu nə qədərdir? Çayın uzunluğu 128 metrdir. Eni isə 90 neçə idi deyəsən. 90 metr zatdır. Uzunluğu nə qədər? Uzunluğu 100'ü keçir, 128 deyək. 128. Bəli. Bəli. Çay hara gedib qovuşur? Çay haraya olar? Masallıya qədər uzanır belə. Masallı kəndinə qədər. Bəli. Bəs hara uzanır, bəs hara gedib tökülür? Yəni çayın birisindən mən... Elə bil orada şəlalə var bir dənə, ora gedəcək deyəsən birazdan. Şəlalə tökülür, bu çay əmələ gəlir. Bu çay da axa-axa, şirin sudur bir də. Axa-axa gedir Masallıya qədər, orada da bitir. Xəzər dənizinə gedib çıxa bilir? Yox, o qədər deyil. O qədər uzunluğu yoxdur. Təşəkkür edirəm. Təşəkkür. Mənim sizin səs. Ağac bitkilər haqqında məlumatınız yoxdur. Hansı ağaclardır əsas? Tut ağacı olur burada, çinar ağacı olur. Ən çox bu çayın hansı ağaclarla belə deyim? Məşhurdur. Məşhurdur. Yəni tut ağacı, çinar ağacı məşhurdur əslində. Bunlar məsələn çox var. 1 kilometr saat yeriyəcəyik. Qalx. Dostlar, bura çox yorucu bir yerdir. Bir dənə qəşəng yer var orada. Oranı çəkəcəyik əsas olaraq. Ora çox gözəl bir yerdir. Ələklər gözlə. Çox dəhşətlidir. Adamı çox yorur. Qəşəng bir dənə yer var orada, oranı çəkəcəyik. Gedirik də belə. Və Dağın, təpənin zirvəsi. dağ demək olmasın ki orada. Çünki 1500 uzunluğunda zat demək 5 metr. Sən bırak. Qəşəng bir yerdir. Əziz vətəndaşlar, nə deyim bəs? Və çıxdıq yuxarı. Geçen bir yer. Səlim. Təpənin zirvəsindəyik. Bəli. Ya o görüntünü çək. Çək. Çox qəşəng bir görüntüdür. Usuruyor onu. Tuttum. Gitti. Gel buraya. Yanıma gel. Böyle. Gitti. Yeni yerler keşfedilmeye. Ya da oradan geldiyse oradan. Buradan geldik de. Yeni yerlere gidiyoruz. Videoya başladığımız yere gidelim. Yo. Ya orada biraz futbol oynayalım. Gider yeni bir dakika. Burada şey diye. Hara gittiğimi bir sende. Yok. Buradan sonra bilmiyorum. Yok. Çünkü buradan sonra bizlik değil. Kaçma. Sürüşersin. Hayır ulan. Kaç. Hayır vatandaş. Ben. Şimdi aşağı indireyim muhteşem bir manzarada. Her videoda dediğim şey diyeceğim aslında. Videolar gez atıram ama yay gəlir. Ağlımda video planlar var fərqli. Daha yaxşı kalitədə. Hələ ki az gəlir çünki sınaq var bir dənə. O imtahanı keçəndən sonra videolar daha çox gələcək. Daha yaxşı, daha çox adamlar. Səlimdən də videolar
Davamı gələcək. İnşallah. Axır, Yayda çox videolar gələcək məndən inşallah. bəli. Axır vaxtlar attığım videoların çoxusu türkçə idi onsuz da. Türkçədə? Türkçə. Hə, türkçə. Bəli. Ona görə başıma Azərbaycan dilində video çəkməkdir. Bəli. Az atıram, amma istəyirəm yaxşı olsun da. Davam edirəm. Yaxşı ki yapmaqdır da yəni. Hə, Yoxsa getmiş. Buradan qalxmış. Buradan çıxır yəni. Buradan qalxmışıq. Buradan. Ah! Səlim. Yavaşla biraz. Aa! Qalxanda əziyyətli idi düşəndə. Və videonu durdururam. Enən də davam edəcəm çünki riskə dəyməz. Bu qurbağaların səsini çək. Qəşəng. Mikrofonu çıxardıq oraya. Hey. Mikrofonu bir dənə düşməsin. Dur. Ayda, geçen Ben de bir yerde düşürdüm. video durdu. Gel gör. Ah. Yetmişsin he. Hayır. Tamam hiç olmadı ya. Sen ben de yukarı. Ah, Ay şu spit gibi. çekil. Biraz istersen dedim. Ayrılırız saydan. Artık. Yanlış ses gelir. İndi gedirik top oynamağa. Bəli. Oradan da bir kısa video gələcək. Sonra başka məkana keçəcəyik. O. Bura shorts videosu. Sən Ben kalkırıq. Buranı açmaq olmur. yox. Təəssüf ki. Ben bağlayıblar biz yüzüzə yürüyük. Səlim. Bak. Səlim. Takmayın. Ay Səlim. Ha? Bu ne ağacıdır? Ha? Bu ne ağacıdır? Bu Dizinde de prostu. bilmirəm. Tamam. Çınar ağzına oxşayır biraz. Ben Çınar. de onu düşündüm prostu. Emin değilim. Səlim. Bəli. Lənkəran nəyi məşhurdur? Limonu məşhurdur, ləbəncisi məşhurdur. Hı. Böyle məşhur olanlardan var. Lənkəranın ən çox nəyini sevirsən? Gəzməli yerləri çox olduğunu, belə bir Təbiətini. gözəlliyi, təbiətini çox Aha. sevirəm. Çiçəkləri, çiçəyin növü, ağacın növü, nə bilim yerlərin çox olması, gedəcək yerlər, Xamulan var hətta. Ora Top indi əldən bu aralar getməmiş. bağlayıblar dostlar, ora gedə bilmirik. Söz verirəm. Top Bəli. əldən gedəcək, ya bir ses topunu bağlayınca gedək. Qəbul eləmirsən ki, atdığım qolları. Gəl, Hər cür atmaq olar, deyir ki, keç səni at. gəl. Taca gitti top. Bəli. Gəldi, indi danışıyorum. İndi Baba Bulağı'na geldim. 1999 yılında bulundu. Burada deməli futbol Ekran ortada. stadionu var indi. Dəqiqə futbol stadionuna oynamaya gidirik. Ha. Axtarırıq futbol stadionunu. Bakalım bir şey oynayacağıq inşallah. İspanya arasında. İndi Baba bulağı hardadır ki, ümumiyyətcə bulağın özü? Bulağın özü uzaqda deyil biraz. İndi oranı çəkərik birazdan gedərik ora. Bə. Sağ hardadır bə görəsən? Nə hardadır? Stadion deyirsiniz, saha Stadion deyirsiniz. qabaqdadır. Baş, tamam. Bə, gedirik. Sanki bulaq daha uzaqlaşırmış kimi gəlir. Ya. Baxır ki, oynayırıq, elə qoyun bura. Səlim. Səlim var.
Bir dənə vur, bir dənə. Videoya düşsün də bir dənə vur. Ah, yes. İki. Bir şey. Saçları. Ha. Burada indi böyle bir geçer. Sen otur. Biraz Bəli, indi bulağa gedirik. Səs bulağındır. bilmiyorum diyesene. Ha? Bak yani bağışlı bu. Səlim. Bayaqlar dedilər, hansı çayın yanındaydıq bayaq? Kürəkənar, Mudəkənar. Hə. İndi oranın hansı ağacı məşhur idi? Sinan ağzından tutmadı. Yox, əmin dediyi dəmir ağacı. Demir ağacı. Demir ağacı. Dünyada bir tane yerde var. O da bu zonun adı. Demir ağacı. Bir tane ben çıkanda. Bəli. Gəl bu tərəfdədir deyək. Bu tərəfdə. Buradakı, burada. Bambuk ağacı. Bax. Abi değil, abi değil. Ha. Mən sənə dedim də. Ne yer buymuş. Burada bambuk ağacı var. Ben Bambuk demir ağacı yaşıyormuş ama o bisilerde gediklerim demek istedim. 5 il səhv hatırlamıramsa qalır. Sonra 2 həftədə nə qədər boyar. Tutdum. Belə. İstersen de var size. Səlim. Çox sağ olun. Bedava. Təşəkkür edirik. Yaxından çəkmək istədim bambuk ağacını. Təbiətdə adi halda belə ilk dəfə görürüm. Çünki egzotik bir ağacdır Azərbaycana baxılır. Bəli. Bundan balık oltası düzenler. Bak kırmak daha da pis. Aşağı çık. Ne oldu? Nəsə var idi, getdi. Oo, yeşək yol çıxdı.